Bugün mənə məsələn yalancı da dedilər. Bugün mənə nə bilim mən Quranı nizəyə bağlayan, Quranı nizəyə vuran adam da dedilər. Deyir, qara giyinib minbərə çıxıb ki, güya İmam Hüseyni təbliğ edir, Quranı nizəyə vuranlar kimi. Mən elə indi çıxmamışam axı bu minbərə. Bu qara giyinib elə neçə illərdir mən bu minbərdəyəm. İndi cəmiyyət özü müəyyən eləsin, yalancı sözü mənə yapışır, qəbul eləsin. Yapışmır, qəbul eləməz. Mən durum deyim, mən yalancı deyiləm və dəlil gətirim ki, mən yalancı deyiləm. Nə ehtiyac var buna? Və gəlir mənə deyir ki, sən İmam Hüseynin məclisini düşməlisən. Bunu mənə deyir bu iddianı. Yəni hər şey deməli, hər adama demək olarmış. Sən onun sözünü dedin, sən bunun sözünü dedin. Mən oturum Quran gətirib əl basası deyiləm ki, mən öz sözümü deyirəm. Sən belə düşünürsənsə, axıra qədər düşün, bir gün görüşəcəkdə hamımız. Hamımız görüşəcək orada həqiqətlərə işıq düşəcək. Hər şey bəlli olacaq necəymiş.